96 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Qəhrəmanova müəllim nə istəyir rubrikasına qoşularaq öz ürək sözlərini sizinlə bölüşmək istəyirəm. Müəllimlik adı böyük, özü müqəddəs peşədir. Bu fikirlər ilk xalq şairimiz Səməd Vurğuna aiddir. Bəxtiyar Vahabzadə isə müəllimə belə qiymət vermişdir. Həkim cana, müəllim isə ruha məlhəmdir. Müəllimə dəyər verək ki, ruhumuz sağlam olsun. Müəllim standartlara sığmayan bir ruhdur. Yalnız dərs proqramını yox, bildiyi hər şeyi şagirdlərinə vermək istəyir. Müəllim nə istəyir? Müəllim sağlam pedaqoji mühit arzulayır. Onu dinləyən şagird, onu anlayan və müdafiə edən valideyn istəyir. Müəllim istəyir ki, ömrünü şam kimi əlbərək yetişdirdiyi şagirdlər cəmiyyətə faydalı vətəndaşlar olsun. Müəllim təkcə dərs deyən deyil, o həyat öyrədən, ruhu tərbiyə edən, yol göstərən işıqdır. Gəlin müəllimə qulaq asaq, gəlin müəllimi dinləyək. Çünki sağlam cəmiyyətin təməlində sağlam təhsil, sağlam təhsilin mərkəzində isə müəllim var.